Xoş gördük əziz izləyicilərim. Bu gün mən sizinlə başqa bir mövzu haqqında paylaşım edəcəm. Bu mövzu 20 yanvar metro keçidinədir. Sizi inandırım ki, bilmirəm hara şikayət edim, hansı quruma şikayət edim. Birinci. İkincisi ki, biz niyə şikayət eləməliyik, xalq niyə şikayət eləməlidir? Ora baxan qurumlar var da, bunların öhdəsinə niyə gəlmirlər ki? Deməli, bütün çıxışların başını kəsir taksi şoförləri. İnansa elə bir çəpər çəkiblər də. Bir tər kişilərin çığırırlar, xırdalanmaz hazır, nə bilim, müşfiq hara. Düz bunlar Sumqayıt, bunların arasından keçirsən, bir tər kişilərin arasından keçirsən aşağı, pilləkənləri zəbt eləyib, deməli, saxta hamilədən istifadə edən dilənçilər. O sənə yalvarır ki, doğuram mənə pul ver, bu yalvarır ki, uşağım acdı mənə pul ver. Demək olar ki, keçiddə də heç bir təmizlikdən istifadə olunmur. Keçid iyin qoxun içindədir, sanki keçiddən kanalizasiya axır. Mən bilmirəm bura hansı qurumlar baxır, ona görə paylaşım etdim ki, bəlkə da ürəyimi boşaldıram da. Onu da eşidərlər, eşitməzlər, bilmirəm kimdir ki, mənim, necə deyim, kanalıma qulaq asın. Onu ancaq eləməlidirlər. Biz dedik, demədik, onu aidiyyəti qurumlar eləməlidir. Heç bir metro keçidində bu qədər nə natəmizlik yoxdur, nə taksi şoförləri kəsdirmir. Demək olar ki, keçidin başını, nə də dilənçilər zəbt eləməyibdir. Bir dənə 20 yanvardadır. 20 yanvara demiyor ki, baxan yoxdur. 20 yanvar elə bir ki, başqa bir ölkənin ərazisidir. Hansısa bir gerdə qalmış ölkələrə biz yuxarıdan aşağı baxırıq. Məsələn, lağ eləyir ki, filan ölkədə şəhərlərin, küçələrin arasında kanalizasiya axır. Bizim 20 yanvar keçidi o gündədir. Sanki kanalizasiya axır içi ilə. İyidən, qoxdan keçidə girmək mümkün deyil. Yaxşı oldu canlarım, sağ olun, Allah sizdən razı olsun. Görək, paylaşım etdim, ürəyimi boşaltdım. Başqa heç nə deyim də. Sizinlə həmsöhbət oldu Fəza İsmailova. Xahiş edirəm, aidiyyəti qurumlar bu işin öhdəsindən gələsiniz.